Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllər ürəyinizdə ata günəşi olsun, əziz dostlar. Bildiyiniz kimi, bayaq mən Almaniyada yaşayan Rafael Piriyev, deməli, bizim Milli Fədailik Hərəkatının deməli, rəy bölümünü, daha doğrusu biz onun Azərbaycan Respublikası prezidenti haqqında böhtan xarakterli bir rəy bölümündə onun başlığına irad bildirdik və iraddan dərhal sonra bizim yəqin ki, Almaniyadakı Meta şirkətinə şikayət elədi. Rafael Piriyev və bizim Elxas Atal hesabımıza kiber hücum oldu və deaktiv edilməsi cəhdi elədilər. Və biz bu barədə Daxili İşlər Nazirliyinə zəng elədik. Sonra isə Dövlət Təhlükəsizlik Xidmətinin 1656 nömrəli əlaqə telefonuna zəng elədik. Zəng getmədi. Və bir neçə dəqiqədən sonra gördüm, zəng eləyəndən dərhal sonra bərpa olundu. Belə hallar çox olur. Və dərhal mən Atabey Türk Ocağının Konya Karaman il başqanına Halil Yaşar bəyə zəng elədim və dərhal bizim yəqin ki, bu telefon danışığından sonra ola bilsin ki, Atabey Türk Ocağının sədri Hüseyn AKVC-yə yəqin ki, məlumat verildi və dərhal sonra mən bizim profilimiz bərpa olundu və səhifələrimiz bərpa olundu və bizim canlı yayımımızın Facebook vasitəsilə canlı yayımız artıq səs problemi öz həllini tapdı və biz hal-hazırda canlı yayım vasitəsilə üç rəngli bayrağımızın müdafiə edən şəxs kimi. İndi hal-hazırda mən bir məlumatı da sizin diqqətinizə çatdırım ki, deməli, bizim Dvaral Beloy hesabında Rafael Piriyevin deməli profili deməli izləmə yerindədir, amma digər hesablarımızda blokluyub və bizim rəy bölümümüzü məhdudlaşdırıb, rəy bölümümüzü yazmamızı məhdudlaşdırıb və görünən odur ki, Rafael Piriyev yəqin ki, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşıdır və yaxud da İran İslam Respublikasının əməkdaşıdır və son illər bizim Almaniyada yaşayan soydaşımız Əli Oğuz haqqında böhtan xarakterli informasiyalar yayırdı. İndi mən baxım, görüm, deməli, Azad Türk səhifəsində o profil bloklanıb, təəssüflər olsun, Azad Kif artıq hesabda bloklanıb və bizə Əli Oğuz inboxumuza Azad Kif səhifəsində təşəkkür yazdı. Mən bu təşəkkürü ona deməli, mənə yazdı ki, salam, təşəkkür mənimlə bağlı səmimi yazılarınıza görə Rafael adlı mikrob baş qoşmağa dəyməz. Bu Kürd kökənlidir, bizə nifrəti bununla bağlıdır və onun dərdi xalq deyil və o insan alveri ilə məşğul olan Türkiyə Cumhuriyyətində bu işlə görə şübhələnir. Deməli, bizim Azad Kif səhifəmizin də bizim artıq rəy bölümümüzü də onun rəy bölümü hissəsində də bizi blokluyub və artıq biz rəy bölümündə yaza bilmirik. Yəni, bu çox biabırçı bir vəziyyətdir. Ümumiyyətlə, bu insan ölkədən dərgin düşmüş bir insan əgər bu hərəkətə yol versə, bu barədə mən düşünürəm ki, prokurorluq düzgün qərar verib bunun haqqında cinayət açmaqla. Vəziyyət budur, dostlar. İndi biz nə edə bilərik? Yəqin ki, mən indi çalışacağım ki, o bir Azad Kif səhifəsində deməli
Dostlar, nəysə mən indi bu bir dəqiqə belə də işlər dostlar. Deməli mən bunu necə bərpa eləyəcəm, onu bilmirəm. Bir dəqiqə dostlar.